Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Əziz möminlər, əziz müsəlmanlar, bu günlərin mübarək cümə günüdür. Bu mübarək cümə gününün münasibəti ilə sizləri təbrik edirəm. Allah Teala cümə gününün məğfirətindən, bərəkətindən, feyzindən sizlərə nəsib eyləsin inşallah. Qur'an-ı Kərimdən bu günlərim istəyirəm ki, bir ayə barəsində inşallah danışaq ki, o da Qur'an-ı Kərimin Ali İmran surəsinin 61-ci ayəsidir. Allah Təbarək və Teala bu ayədə buyurur ki, Bismillahirrahmanirrahim. فَمَنْ هَاجَّكَ فِيهِ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَأَبْنَاءَكُمْ وَنِسَاءَنَا وَنِسَاءَكُمْ وَأَنفُسَنَا وَأَنفُسَكُمْ ثُمَّ نَبْتَلْ فَنَجْعَلْ لَعْنَةَ اللّٰهِ عَلَى الْكَاذِبِينَ. Sadaqallahul aliyyul azim. Mübarək ayə Ali İmran surəsinin 61-ci ayəsidir. Bu ayəyə mübahilə ayəsi də deyilir. Allah Təbarək və Teala bu ayədə buyurur ki, Peyğəmbərə, ya Peyğəmbər, sənə yetişmiş elm və bilikdən sonra səninlə onun, yəni Həzrət İsa əleyhissalamın haqqında höccətləşənlərə, yəni mübahisə edənlərə de ki, gəlin oğlanlarımızı və oğlanlarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağırın, sonra mübahilə edib Allahın lənətini yalançılara qərar verək. Yəni yalançılara diləyək ki, Allah yalançılara lənətallahi aləl kəzibin. Hər kəs yalancıdırsa, Allah ona lənət eləsin. Burada bu ayənin nazil olması barəsində gərək bir neçə kəlmə qeyd edək ki, və bir də onu qeyd etmək lazımdır ki, ayənin nazil olmasında 12 dənə bizim üçün mühüm nöqtələr vardır ki, onu söhbətimin sonunda inşallah qeyd edəcəyim. Nəbtəhil sözü ibtihal sözündən olub, dua üçün əlləri səmaya açmaq mənasını bildirir. Bu səbəbdən də mübahilə ayəsi kimi tanınmışdır. Mübahilə iki müxtəlif qrupun Allah dərgahında üz tutub, yalancı hesab etdiyi qarşı tərəfə lənət istəməsidir. Əhl-i Sünni və Əhl-i Şiə təfsirlərində, eləcə də bəzi hədis və tarix kitablarında oxuyuruq ki, Hicrətin 10-cu ilində bir qrup şəxs Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm tərəfindən Yəmənin Nəcran məntəqəsində İslamı təbliğ etmək üçün Peyğəmbərin göstərişi ilə o yerə getdilər. Və bu vaxt Nəcran Məsihiləri də İslam Peyğəmbəri ilə söhbət etmək üçün Mədinəyə heyət göndərdilər. Onlar da öz tərəfindən bir dəstə adam göndərdilər ki, Həzrət Peyğəmbərlə söhbət aparsınlar. Həzrət Peyğəmbərlə yetərincə söhbət etmələrinə baxmayaraq yenə bəhanə gətirirdilər, İslamın haqq din olmasını təsdiqləmirdilər və İslamın yalancı bir din olmasını, əstəğfirullah, Peyğəmbərin yalancı bir şəxsiyyət olmasını, yəni Peyğəmbər olmamasını, yalandan özü üçün Peyğəmbərlik iddia etməsini bəyan edirdilər. Ayə nazil oldu, həmən Ali İmran surəsinin 61-ci ayəsi. Peyğəmbərə buyuruldu ki, səninlə höccətləşənlərlə, səninlə mübahisə edənlərlə, haqqı qəbul etmək istəməyənlərə de ki, övladlarımız, qadınlarımız və özümüz Allahı çağıraq və layiqincə yalançılara lənət istəyək ki, kim Allahın lənətinə gəlsə, onun da yolunun batilliyi məlum olsun. Əgər siz iddia edirsinizsə ki, mən həqiqətən haqq olaraq Peyğəmbər deyiləm, sonuncu Peyğəmbər deyiləm və İslam da Allah tərəfindən nazil olmuş din deyil, onda Allah yalançılara lənət eləsin. Yəni, mən yalan deyirəmsə, öz Peyğəmbərliyimi yalandan isbat edirəmsə, Allah mənə, yox, əgər siz bu dinin haqq olmasını bilərəkdən inkar edirsinizsə,
Allah sizə lənət eləsin. Bu yolla söz, söhbət, mübahisələrə son qoyulsun. Həzrəti Peyğəmbərin sallallahu aleyhi və səlləmin mübahilə təklifini eşidən Nəcran Məsihləri bir-birlərinə baxıb səslərini çıxarmadılar. Yəni ayə nazil oldu. Həzrəti Peyğəmbər də ilahinin əmrini, Allahın əmrini, yəni bu ayəni Ali İmran surəsinin 61-ci ayəsini onlara bəyan etdi ki, mənim Rəbbim bu cür buyurur. Əgər siz məni yalancı hesab edirsinizsə və İslam dinini həqiqi haqq din olaraq qəbul etmirsinizsə, onda gəlin biz bir-birimizə qarşılıqlı nifrin eləyək və mən bu işi sizə bəyan edirəm ki, sizi mübahiləyə dəvət edirəm. Nəcran Məsihləri deyir, bir-birlərinə baxandan sonra möhlət istədilər ki, bu barədə düşünsünlər. Bir neçə gün müddətində ki, düşünsünlər və belə qərar versinlər ki, bunlar mübahiləyə qoşulsunlar ya qoşulmasınlar. Təfsirdə qeyd olunur ki, Məsihlərin başçısı onlara dedi, getdilər öz rəhbərləri ilə, böyükləri ilə görüşdülər və baş Məsihi buyurdu ki, siz təklifi qəbul edin. Əgər görsəniz ki, Peyğəmbər səs-küy və böyük bir cəmiyyətlə gəlir, nigaran olmayın və əmin olun ki, qorxu yoxdur. Yəni o həqiqətən yalancıdır və o həq olan Peyğəmbər deyir, əstəğfirullah. Yox, əgər görsəniz ki, meydana az sayda adamla gəlsə, mübahilə məsələsindən çəkinin və onunla sülhə gəlin. Təyin olunmuş mübahilə günü Məsihlər İslam Peyğəmbərinin 2 körpə, bir gənc və bir qadınla gəldiyini gördülər. Bu 2 körpə İmam Həsən əleyhissalam və İmam Hüseyn əleyhissalam Peyğəmbərin 2 nəvələri, gənc isə Həzrət Əmir əl-Möminin Əli əleyhissalam, Əli ibn Əbu Talib əleyhissalam idi ki, Peyğəmbərin əmisi oğlu və kürəkəni. Və Həzrətin yanında olan qadın onun qızı Fatimə-i Zəhra Səyyidətin Nisail aləmin idi. Məsihi keşişi dedi ki, mən elə çöhrələr görürəm ki, dağın öz yerindən oynamasını Allahdan istəsə, bu iş olar. Yəni Peyğəmbər İslamın yanında Həzrəti Əli əleyhissalamı, Fatimə-i Zəhra səlamun əleyhanı və İmam Həsən və İmam Hüseyn əleyhissalamı gördülər və əvvəldən də belə sövdələşmişlər ki, öz böyükləri ilə, əgər bu haqq olan Peyğəmbər olsa, onda bir neçə nəfər şəxslə özünə əminliklə gələcəkdir və Allah qatında dua edəcəkdir ki, Allah onun duasını şübhəsiz ki, qəbul edəcəkdir. Ona görə də mübahisələrdən, mübahilədən imtina edib, məsləhətləşmək qərarına gəldilər. Həzrəti Peyğəmbər salavatullah buyurdu ki, and olsun haqq olaraq məni Peyğəmbərliyə seçənə, əgər mübahilə baş tutsaydı, həmin vadi onları alova bürüyərdi. Yəni, həmin an onlar alova bürünərlərdi. Bu macərə təkcə Şiə mənbələrində yox, həm də mötəbər əhl-i sünni mənbələrində nəql olunmuşdur. Əllamə Təbətəbai Mizan təfsirinin 3-cü cildinin 257-ci səhifəsində mübahilə hədisini eyni zamanda bəyan edir. Eyni nəzərin sahibi olan 51 səhabədən nəql edir. Əllamə Məclisi Təfsir əl-Mizanda 51 səhabədən bu hadisənin bu cür olmasını bəyan edir. Digər böyük təfsir kitablarında o cümlədən Alusi və Məraği həmin ayəni İbn Əsirin Əl-Kamil kitabının 2-ci cildinin 293-cü səhifəsində, Müstədrək Hakim 3-cü cildin 150-ci səhifəsində, Əhməd İbn Həmbəl Müsnəd əsərinin 1-ci cildinin 185-ci səhifəsində, həmçinin Ruhul Bəyan, Əl-Mənar İbn Kəsir və bir çox əhl-i sünnə və əhl-i şiə mənbələrində bu hədis qeyd olunmuşdur. İhqaqul Haq 3-cü cild 46-cı səhifədə də əhl-i sünnənin 60 böyük aliminin bu ayə Peyğəmbər və əhl-i beytin əzəməti haqqında deyildiyini nəql etmişdir. Təfsir-i Nur-u Səqəleynin 1-ci cildinin 351-ci səhifəsində, Usul-i Kafinin 2-ci cildinin mübahilə bəhsində də qeyd olunmuşdur.
Mübahilə günü Zilhiccə ayının 24-cü və ya 25-ci gününə təsadüf edir. Peyğəmbər dövründə Mədinə kənarında olan Mübahilə məhəlli hazırda şəhərin daxilindədir. Yəni Mədinə şəhərinin daxilində o məntəqə yenə Mübahilə məntəqəsi kimi tanınır, bəyan olunur. Həmin yerdə Məscidül İcabə adlı bir məscid tikilmişdir ki, bu məscidlə Peyğəmbər məscidi arasında təqribən 2 kilometr məsafə vardır. Əl-Mizan təfsirində nəql olunmuş rəvayətə əsasən Peyğəmbər sallallahu yalnız mübahilə yox, Məsihilərlə yox, həm də Yahudilərlə mübahiləyə dəvət etmişdir. Mübahilə təkcə Peyğəmbər dövrünə aid deyil. Bəzi rəvayətlərə əsasən başqa möminlər də mübahilə edə bilərlər. İmam Cəfər Sadiq əleyhissalamdan da bu barədə göstərişlər verilmişdir. Burada qeyd olunur ki, sual olaraq, bu hadisədə yalnız Həzrəti Fatimə Səlamullahi əleyha iştirak etdiyi halda nə üçün qadınlar özü Quranda cəm formada işlədilmişdir? Axı, orada deyilir ki, siz də öz qadınlarınızı, biz də öz qadınlarımızı gətirək. Amma Fatimə Zəhra bir xanım idi ki, burada söhbət cəm formadan gedir. Cavab olaraq, Quranda bir çox hallarda Allah Təbarək və Teala bir nəfəri cəm formada yad edir. Məsələn, Ali İmran surəsinin 181-ci ayəsində nəql olunur ki, bir şəxs Allahı kiçiltmək məqsədi ilə dedi, Allah fəqirdir. Amma ayənin ərəbi mətnində bu cümlə cəm formada işlədilmişdir. Qur'anın digər bir ayəsində Həzrət İbrahim haqqında buyurulur ki, İbrahim Peyğəmbər bir ümmətdir. Halbuki İbrahim tək bir şəxs idi. Peyğəmbər salavatullah mübahilə günü qarşı tərəfə nifrin üçün tək də gedə bilərdi. Amma Allah və onun Rəsulu bu işlə bizə anladır ki, yəni bunun bir fəlsəfəsi ondan ibarət ki, Peyğəmbər özü tək getmədi və tək getməməsinin səbəbi də bundan ibarət oldu ki, ümmətə onu başa salırdı ki, Həzrəti Əhl-i-Beyt əleyhissalam bu şəxslər haqqa dəvətə Allah Rəsulunun yardımçıları və şərikləridir. Allah Rəsulu dinin təbliğatçısı olduğu kimi Əhl-i-Beyt əleyhissalam da Peyğəmbərin yardımcısı olaraq, Peyğəmbərin davamçısı olaraq Allah dininin yardımçılarıdırlar. Onlar təhlükəni Peyğəmbərlə birlikdə qarşılayır və onun hərəkətini davam etdirirlər. Bu ayədən, yəni Ali İmran surəsinin 61-ci ayəsindən 12 dənə nəticə hasil olmuşdur ki, təfsir kitablarında qeyd olunmuşdur. Buradan 12 nəticə biz götürə bilərik. Onun biri bundan ibarətdir ki, insanın öz məqsədinə imanı olarsa, Nəzir ki, elə Peyğəmbərlərin öz məqsədləri, öz yolları üçün imanlar olmuşdur. Özünü və ən yaxınlarını bu yolda təhlükəyə ata bilər. Nəzir ki, İbrahim Peyğəmbərin Allaha etiqadı var idi, Allaha imanı var idi. Allah dedi ki, sənin imanını mən yoxlamalıyam, öz oğlunu Allah yolunda qurban kəsməlisən. O da dedi ki, bəli, mən imanımı sübut edirəm. Öz oğlunu apardı ki, İsmail əleyhissalamı Allah yolunda qurban kəssin və Allah onun imanını bu cür bəşəriyyətə bəyan etdi ki, baxın, həqiqətən də Həzrəti İbrahim əleyhissalam imanda sabit qədəmdir. İslam Peyğəmbəri də bu mübahilə məsələsində onun nübüvvətin inkar eləyənlərlə ki, mübahilə edirdi, qarşılıqlı ittihamlar irəli sürülürdü. Onlar, yəni Nəcran xristiyanları Peyğəmbəri ki, inkar edirlərdi. Peyğəmbər öz yolunda sabit qədəm olduğu üçün özü və əhl-i beytini aparmışdı ki, əgər orada əstağfirullah Allah qəzəb etsəydi, o öz imanına arxayın idi, öz balalarını, öz ən yaxın adamlarını aparmışdı. Allah onun imanını orada bəşəriyyətə sübut edirdi ki, bunun Allaha olan etiqadı bu cürdür ki, bəli, ən
çətin məqamlarda, ən mühüm məqamlarda, İslamı təbliğ məqamlarında öz əzizlərini başına toplayır və İslamı bu cür Həzrət Peyğəmbər bəşəriyyətə çatdırır. Birinci məqam bundan ibarətdir. İkinci məqam bundan ibarətdir ki, dua müminin kəsərli silahıdır. Peyğəmbər məntiqlə, əxlaqla, möcüzələrlə ki, bəyan edirdi, İslamı çatdırırdı, eyni zamanda da dua edirdi. Və buradan bəlli olur ki, nə cür ki, Peyğəmbər Allaha dua edibdir, möminlər də daim Allaha dua etməlidirlər. Üçüncü məqam bundan ibarət ki, insan üçün oğul və qız övladları onun öz övladları kimidir. Bəzi insanlar, burada bizim çıxartdığımız ayədən nəticə bundan ibarət ki, bəzi müasir zamanda, əstağfirullah, qızı bəzi insanlar heç evlad hesab eləmirlər və yaxud da bəzi insanların qız evladları dünyaya gələndə qanları qaralır, halları pisləşir. Amma Peyğəmbər İslam qıza verdiyi dəyər, eyni zamanda bəzi insanlar müasir zamanda qızın nəvələrin öz nəvələri hesab eləmir ki, o mənim nəvələrim deyil. Mənim nəvələrim oğlumdan olan uşaqlardılar, mənim oğlumdan əmələ gələnlərdirlər, qızımdan əmələ gələnlər mənim nəvələrim deyil. Burada iki məsələ, mühüm məsələ ondan ibarət ki, birincisi qız evladı Allah qatında, o da evlad hesab olunur və İslam dini buna çox təkid edir ki, insan hətta qızın oğuldan da artıq çox sevməlidir. Və üçüncü məsələ ondan ibarətdir ki, qızın evladları da insan üçün nəvə hesab olunur. Hətta Allah Taala burada əbnaəna, Peyğəmbərin oğlanları misalında bəyan edir ki, siz də öz oğlanlarınızı gətirin, mən də öz oğlanlarımı. Və bu ayədən də bəlli olur ki, İmam Həsən əleyhissalamla İmam Hüseyn əleyhissalam Peyğəmbərin oğullarıdır. Allah qatında da bu cür bəyan olunur. Dördüncü məsələ, ayədən çıxardacağımız nəticə, müxtəlif dini səhnələrdə kişi ilə qadın çiyin-çiyinə davranır. Yəni, buradakı kişilər ki, çıxmışlardı ki, haqqı bəyan eləsinlər, qarşı tərəfə, xristiyanlara, məsihlərə İslamın haqq olmasını sübut etsinlər. Eyni zamanda bunların yanında xanım da var idi, qadın da var idi ki, haqqı deməkdə qadın və ya kişi arasında heç bir fərq yoxdur. Qadın da haqqı deməlidir və ya deyə bilər, həmçinin də kişi. Beşinci məsələ bundan ibarətdir ki, ayədən çıxartdığımız nəticə, duada dua edənlərin sayı yox, onların halı mühümdür. Yəni, dua edən 1000 nəfər dua etsin və ya bir nəfər dua etsin. Allah qatında onun halı, onun əhvalı, imanı mühümdür ki, mübahilə edənlərin cəmi 5 nəfər idilər. Peyğəmbər İslam, Əmir əl-Möminin Əli əleyhissalam, xanım Fatimə Zəhra səlamullah əleyha, İmam Həsən əleyhissalam və İmam Hüseyn əleyhissalam. Peyğəmbər eləyə bilər ki, ora böyük bir qoşun aparsın, böyük bir dəstə aparsın, müsəlmanlardan çoxlu insanları ora cəmi eləsin ki, dua etsinlər. Amma duada məqsəd bundan ibarətdir ki, dua edənin halı və Allah qatında olan onun hörməti mühümdür. Altıncı məsələ bundan ibarətdir ki, ayədən çıxardacağımız nəticə, Əli ibn Əbu Talib əleyhissalam Allah Rəsulunun canıdır. Ənfusəna. Peyğəmbər buyurur ki, ayəni, yəni bu cür bəyan edir ki, ənfusəna da məqsəd, siz də özünüz gəlin, biz də özümüz, yəni Həzrət Əli əleyhissalamı Peyğəmbər öz nəfsi hesab edirdi, öz canı hesab edirdi. Ona görə də Əli ibn Əbu Talib Allah Rəsulunun canı hesab olunur. 7-ci məsələ bundan ibarətdir ki, ayədən çıxardacağımız nəticə, dua məclislərində körpələri də özünüzlə aparın. Baxın ki, Peyğəmbər İslam gedirdi orada ən mühüm məsələni ki, həll eləmək ki, bu Həzrətin qarşı tərəfdən nübüvvətinin, Peyğəmbərliyinin qəbul olunması sual altındadır. Dua etməkliyə gedir, o məsum balaları da özləri ilə aparır. Ona görə də dua mərasimlərində, ziyarətgahlara körpə balalarının aparılması dini baxımdan əslində düzgün bir ifadədir ki, Allah göstəriş veribdir ki, və Peyğəmbər də bu işi əməl edibdir. İslam Peyğəmbəri Allahın yer üzərində olan ən kamil, ülvi bir bəndəsidir ki, insanlar ondan
ibrət götürməlidirlər ki, dua məclislərində körpə uşaqların əllərini qaldırıb amin deməsi körpələrin də Allah qatında duasının qəbul olunmasına və məsumluğuna xatir dualarımız qəbul olunar. 8-ci məsələ bundan ibarətdir ki, ayədən çıxartdığımız nəticə Peyğəmbər Əhl-i Beytinin əleyhissalamın duaları qəbuldur. Peyğəmbər ona görə Əhl-i Beyt özü ilə aparmışdı ki, Peyğəmbər özü bəli bir ülvi şəxsiyyətdir ki, Allahın yer üzərində olan nümayəndəsidir. Eyni zamanda onun özü ilə yanaşı Əhl-i Beyti də Allah qatında hörmətli şəxsiyyətdir ki, ona görə də özü ilə bahəm digərlərini yox, məhz Əhl-i Beytini aparmışdı. 9-cu məsələ bundan ibarətdir ki, adi güclər işə salındıqdan sonra qeybdən yardım istənilir. Yəni, insanın nə qədər gücü olsa da, ilahi qüdrət ona yetişməsə, o gücü yetərincə istifadə edib ondan fayda götürə bilməz. Ona görə də ilahinin gücündən insan həmişə ehtiyaclıdır. Nə qədər qüdrət sahibi də olsa insan, yenə ilahi gücə, ilahinin tövfiqinə, ilahinin onu hidayət etməsinə, ilahi tərəfindən qeybi yardımın insana yetişməsinə insan möhtacdır. 10-cu məsələ bundan ibarətdir ki, məntiq və möcüzə qarşısında, yəni insan məntiq ilə danışa və ya möcüzə göstərə, haqqı qəbul etməyənlərlə mübahilə edilməlidir. Əgər insan haqqı qəbul etmirsə, məntiqi qəbul etmirsə, möcüzəni qəbul etmirsə və onda Allah bizə göstəriş verir ki, çıxış yolu bundan ibarətdir ki, insan mübahilə eləyə. Yəni, Peyğəmbərə bu cür göstəriş verdi. Peyğəmbər çox möcüzələr edibdir, ayı bölübdür. Eyni zamanda tarixdə qeyd edirlər ki, ağaclar, heyvanlar Həzrət Peyğəmbərə salam verərdi. Həzrət Peyğəmbərin ayaq izi yerə düşməzdi, ləpir yerə düşməzdi. Çoxlu möcüzələr olmuşdur ki, onun ədaləti, səxavəti və s. və ilə axır. Bu qədərinə Peyğəmbərin möcüzələri haqq söz bəyan etməsi, amma məntiqi və möcüzəni qəbul etməyənlərin müqabilində Allah təbarək və təala Peyğəmbərə buyurdu ki, ya Rəsulüm, sən onlarla mübahilə etkinən. Və ayədən çıxartdığımız 10-cu nəticə bundan ibarət ki, məntiq və möcüzənin qarşılığında haqqı qəbul etməyənlərlə ancaq mübahilə etmək və Allaha dua etməklik qalır. 11-ci məsələ bundan ibarətdir ki, əgər möminlər möhkəm dayansalar, imanlarında sabit qədəm olsalar, düşmən haqsız olduğu üçün geri oturasıdır. Yəni, insan öz mövqeyində həqiqətdə də haqlı olaraq öz əqidəsində möhkəm dayansa, ona qarşı müqavimət göstərən düşmən mütləq mənada geri oturmalıdır ki, Allahın nüsrəti ilə, Allahın köməkliyi ilə. 12-ci məsələ və sonuncu məsələ bundan ibarətdir ki, ayədən çıxartdığımız dəlil bundan ibarətdir ki, dəlilə dəlillə cavab verilməlidir. Amma höccətləşmək aradan qaldırılmalıdır. Yəni, əgər bir nəfər insan hər hansısa bir məsələdə mübahisəli bir məsələni qeyd edirsə, sən də onu ilə mübahisələşirsən və sonda nəticə hasil olmur, elə sən deyirsən və o deyir, sən deyirsən, o deyir, ya qarşı tərəf səni qəbul eləmir, ya sən qarşı tərəfi qəbul eləmirsən, bəs nəticə bundan ibarət ki, insan gərək mübahisədən çəkinsin. Mübahisə başqa bir şeydir. Yəni, bu mənada ki, qarşı tərəf əgər sənin sübutlarını qəbul edirsə, çox yaxşı, sən ona öz sübutlarını təqdim etməlisən və o da qəbul etməlidir. Yaxud qarşı tərəfin sübutları səni qane edirsə, sən onu dinləyib, qarşı tərəfdən o məntiqli sözü qəbul etməlisən. Amma elə bu cəhil kimi bu mübahisə uzanmamalıdır. Allaha ant verək, bu nazil etdiyi ayələrin Allah yanında olan hörməti xatirinə Allah Taala bizləri həqiqi Qur'ana əməl edən bəndələrdən qərar versin inşallah. Dualarımız qəbul olsun, xalqımızı, millətimizi Allah təbarək və təala yerin göyün bəlasından hifz eyləsin. Millətimizi, dövlətçiliyimizi və gələcək günlərimizi Allah təbarək və təala xoş günlərə
qismət eyləsin. Bir daha cümə gününüz mübarək olsun inşallah. Əssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu.